Salam, hörmətli izləyicilər. Bir daha sizinlə görüşə gəldim. Bəzən suallar olur, ona görə də mən o sualları sizinlə də bölüşmək istəyirəm. Yəni gedirəm kombi təmirinə, orada baxıram, görürəm ki, vəziyyət çox azmacaqlıdır və vəziyyəti araşdırıb kiməsə çatdırmağı da özümə borc bilirəm. Yəni bəzi kombilərdə dövriyyə nasosu problemi çox vaxt rast gəlinir. Dövriyyə nasosu niyə problem verir, nədən nasazlanır və nədir bu baş verir ki, bunda belə hallar baş verir? Dövriyyə nasosu bu yaxınlarda getdiyim kombilərin birində dövriyyə nasosu demək olar ki, hərəkətsiz qalmışdı. Niyə hərəkətsiz qalmışdı? Onu da sökəndən sonra aydınlaşdırırıq. Yəni kombi qoşulmaq istəyir, qoşulur, ancaq dərhal da temperatur çox sürətlə qalxır və limit termostatı bunu ayırır və yenə düşür. İndi haçandan yəni soyuyan bir müddət var, o çəkir indi temperatura görə, yəni yay-qış rejiminə görə, yay mövsümünə görə, qış mövsümünə görə. Yəni bu soyuma qutarandan sonra yenə təzədən qoşulur, yenə təzədən temperatur həddindən az sürətlə qalxır. Belə qəribə bir səslə puf səsi çıxardır, yəni sistemi durğuzur. Sistemi işlənməz vəziyyətə gətirir. Yəni kombi dayanır və limit termostatı bu zaman söndürür kombini. Kombidə xəta kodu məsələn Y2 verir və dayanır. Bu nədən qaynaqlanır? Nə üçün belə bir hal baş verir? Bu adətən tıxanmadan, filtr və nasosun tıxanmasından baş verir. Eyni zamanda kiçik esenjorun tıxanmasından da baş verə bilir. Yəni əgər burada günahkar kiçik esenjordursa, o tıxanıb, oradan keçən suyun temperaturu tutaq ki, qoyulub 60 dərəcə gəlib çatır, dərhal qalxır. Qalxan kimi də limit termostatı burada dövriyyəyə girir və kombini çalışmaz edir, yəni durdurur da. Kombi işlər vəziyyətə gəlmir. Bu zaman yenə həddindən artıq bir temperatur əmələ gəlir və kombi sönür. Kombinin belə sönməsində yenə dedim, 3 dənə dövriyyə nasosu, kiçik esenjor, filtr və radiatorlarda tıxanmalardan əmələ gəlir. Və görək dövriyyə nasosu niyə çalışmır, niyə özünün bu vəziyyətə salır? Yəni tıxanma nədən əmələ gəlir? Nə üçün tıxanır ki, bu vəziyyət baş verir? Gördüyünüz kimi əlimdə bir dövriyyə nasosu var. Yəni bunu sökmüşəm. Bu rezin, kipləşdirici rezindir, onu sökmüşəm. Və dövriyyə nasosu onu təmir olunub, indi söktük, baxdıq və təmir elədik. O demək olar ki, tıxanmış bir vəziyyətdə idi. Onu hərəkət etdirə bilmirdik. Yəni niyə tıxanmışdı, onu sökəndən sonra bildik. Aydın oldu ki, söktük. Yəni sökmək üçün nə etmək lazım idi? Biz bu hissəni dartıb yerindən çıxartdıq. Yəni, gördüyünüz kimi bunun üstündə hələ də ki izləri qalıb. Təmizlənəndən sonra qara ləkəri görürsünüz. Həddindən artıq çox kirləndiyinə görə əlimdə də qarası qalır, yəni deyirəm. Gördüyünüz kimi qara qalır əlimdə. Yəni nə qədər təmizlədik, o vəziyyəti ala bildik ki, yəni bu vəziyyətlə də qara qalır. Yəni bu niyə ilişir? Niyə bu vəziyyət yaranır? Baxın, dövriyyə nasosunun içərisidir bu. Gruntfos dövriyyə nasosudur. Bu gruntfos dövriyyə nasosu su olmayıb kombidə, su kombidə olmayanda o elə ki, gəlir kimsə reset verir, reset verirlər, kombi biraz işləyir, sonra dayanır. İşləyir, dayanır deyəndə, yəni əsas burada bax, birinci işə başlayan dövriyyə nasosudur. Dövriyyə nasosu anakartdan məlumat alıb, dövrəyə girir, yəni hər hansı bir işi, məsələn, radiatora ya da ki, məişət suyuna istiqamət alır və bu zaman hər hansı bir problemlə qarşılaşır və o tıxanıb qalır, tərpənməz olur. Yəni tıxanıq da nədən əmələ gəlir? Çirkli sudan, zamanla dövr edən suyun tərkibində maqnezium, kalsium oksidləşmə əmələ gətirir və bunun hesabına onun üstündə ərb yığılır və tamam olaraq bunu fırlamağa qoymur. Ola bilsin ki, yavaş, bax görürsünüz, əlimlə göstərib ki, belə bir vəziyyətdə fırlana bilər
Bəzən belə sürətlə fırlananda, biraz sürətlə fırlananda temperatur tutaq ki 40-45, tutaq ki 40 ilə 45 arasının 3 dəqiqəyə gedir. Ancaq tam tıxananda orada saniyə söhbəti var. Məsələn 41, 42, 43, 44, 45 tez vaxt belə sürətlə gedir. Bu tıxanmada yenə dediyim kimi bunun içərisində və çölündəki o ərpin hesabına olur. Yəni bu ərp, yəni oksidləşmiş maqnezium, kalsium daş əmələ gətirir, ərp əmələ gətirir. Yəni əhəng daşı deyək ki onu məsələn radiator yuyanda da çox uzun müddət qalanda onun içində xırda-xırda ağ daşlar görüşür. Onlar hamısı kalsium maqneziumun oksidləşmədən əmələ gətirdiyi daşlardır. Yəni bu daşlar hər hansı bir yerə ilişə bilər. Bax gördüyünüz kimi bu pərin aralarında deşiklər var. Bax görürsünüz. Gördüyünüz kimi bu deşiklər, bax bu deşiklər. Demək tədricən dolur, o girəzlər dolur. Sanki fırlana bilmir. Həm də ki bunun arası. Bu özü gördüyünüz bu sistemdə, bu korpusda su içində, bax bunun içində su olur. Bu korpusda, bu rotorda bu suyun içində fırlanır. Çox vaxtı ustalardan da görmüşəm, bəzi yerlərdə də təsadüf eləmişəm. Bunu quru işlətməyib yoxlamağa çalışırlar. Bu nasos su əsaslı nasos olduğuna görə bunu quru işlətmək məsləhət görmürəm. Yəni bu quru işləyəndə görün nə səs çıxardır, qaraltı bir səs əmələ gətirir. Əksinə yüksək sürətlə də fırlananda bu daha gürültülü səs əmələ gətirir. Və bu zaman o fəsadlar verir. Hətta elə bir fəsad verir ki, bunun gördüyünüz üst hissəsində, bu üst hissəsində çat əmələ gətirir. Yəni o zamanla işləyir və çat əmələ gətirir. Yenə deyirəm, bu çatın hesabına onun üstündə əmələ gəldi çat olur. O çat da cingiltili bir səs verir, daha gürültülü bir səs çıxardır. Yəni aydın oldu ki, dövriyyə nasosunda sistemdə temperaturun tez qalxmasının səbəbi dövriyyə nasosunun tıxanması, kiçik esenjorun tıxanması və geri qayıdış xəttinin üstündəki filtrin dolmasından ibarətdir. Yəni onlarda tıxanıqlıq olanda bu zaman temperatur sürətlə qalxır. Sürətlə qalxdığında dedik, ya dövriyyə nasosu tıxanır, qaldır, tərpənməz olur. Esenjor, kiçik esenjor dolur. Sonra filtr geri qayıdış xəttinin üstündə, radiator geri qayıdış xəttinin üstündə. Onda da filtr dolanda bu hal baş verir. Yəni temperatur dərhal qalxır. Yəni gördüyümüz kimi bu dövriyyə nasosunun bax bu hissə, əlimdəki bu hissə çox önəmli bir şeydir. Buna kombinin ürəyi, beynə isə kombinin, anakarta isə kombinin beyni deyirlər. Yəni bu olmasa, gördüyünüz bu dövriyyə nasosu olmasa bu işləməyəcək. Sonra başqa bir fikir verin, bir şey göstərəcəm sizə. Demək, dövriyyə nasosundan alınan məlumat dərhal temperatur sönməsi limit termostatların üzərinə düşür. Bax, gördüyünüz kimi əlimdə 2 cür limit termostatı var. Bunun biri düyməlidir. Yəni bunun ortasında knopkası var. Bax, görürsünüz. Bax, bu düyməlidir. Bu birisində isə heç nə yoxdur. Bu sadə bir sxemdir. Bunun biri 95 dərəcədir, biri də 110 dərəcə temperaturlandır. Yəni bunların hər biri kombinin markasına görə müxtəlif ola bilər. Məsələn 95. İndi bir şeyə baxaq burada. Dövriyyə nasosunda temperatur fərqləri. Bax, gördüyünüz kimi burada bunu görə biləcəksiniz, görənmirsiniz, bilmirəm. TF deyilən bir şey var burada. Burada onu görə bilmədik biz. Baxın, burada TF deyilən bir şey var. Görürsünüzmü? Burada yazıb 110 dərəcə. Yenə deyirəm, bəzilərində 95, bəzilərində 100, bəzilərində də. Yəni bu temperatur 110 dərəcəyə kimi bu işləyə bilər. Yəni bu 110 dərəcə temperatura kimi davam gətirir. Lazım olanda. Üstündə də gördüyünüz kimi bəzi kombilərdə dövriyyə nasoslarının parametrləri göstərilir. Yəni birinci kombin üstündə, radiator üstündə belə bir şey var.
Baxın, belə bir addımlar var. Birinci addım, ikinci, üçüncü. Yəni palajeniya deyirik də. Buna vəziyyət. Birinci vəziyyət, bu birinci vəziyyət, ikinci, üçüncü vəziyyət. Bunlar hamısı öz funksiyalarını yerinə yetirir. Nə üçün? İndi baxır radiatorun sayına görə, baxır məsafəyə görə, baxır. İndi hər şey burada nəzərə alınır. Bunlardan istifadə olunur. Yəni bu vəziyyət birinci, ikinci, üçüncü vəziyyətdən. Yəni bildik ki, dövriyyə nasosları 110, 95, 100 dərəcə temperatur həddinə kimi işləyə bilir. İndi əsas məsələ nədir burada? Niyə dövriyyə nasosu ya kiçik esenjör dolanda, filtr dolanda kombi dayanır? Ona səbəb nədir? Onu niyə dayandırır? Nə üçün dayandırır? Dediyim kimi bu iki dənə gördüyünüz bu termostat, yəni bu termostatlar, iki dənə termostat, limit termostatları. Bunlar kombinin elə ki, necə deyim sizə, mühafizəçiləridir. Kombi dərhal əmniyyəti alır hər hansı bir xəta baş verəndə, yüksək temperatur yaranan kimi limit termostatında bu düymə, gördüyünüz ortadakı düymə yuxarı çıxır. Bunda isə görünmür, orada kontak var, o kontak indi görün burada haradasa var məndə. Bax, fikir verin, onu kəsmişəm, bunun içərisində kontakt var. İki dənə kontaktdır, adi başlı. Kontaktı da adi gördüyümüz kontaktlardan biridir. Bir-birinə yaxınlaşır və orada bir əmələ gətirir, birləşmə əmələ gətirir. İsti həddinə çatan kimi, tutaq ki 95 dərəcəyə çatan kimi bu özü açıb özü birləşdirəndir. Yəni 95 dərəcəyə çatan kimi bu kombini söndürür, xəta baş verir də. Yəni ya dövriyyə nasosu ya kiçik esenjör filtr tıxanıqlı olanda bu hallar baş verir. Yəni bu zaman bu dövriyyə nasosu limit termostatı dövriyyə girir və onu durdurur. Yəni kombini durdurur, kombi çalışmaz olur. Bu birisində isə, bax gördüyünüz kimi bu birisində isə bu düyməlidir. Bu düyməli olduğuna görə bax görürsüz çölə çıxmış vəziyyətdədir. Bu düymə elə ki qızıb atıb. Onu yerinə oturtmaq lazımdır. Sadəcə olaraq onu aşağı basmaqla onu oturtmaq olur. Bunu aşağı basan kimi bu yerinə keçir. Yəni bunu qızdırıb yoxlamaq da olar ki, bu işləyir, işləmir. Bunu da qızdırıb yoxlamaq olar ki, işləyib, işləmir. Yəni qızdırırsan, gətirirsən, çatdırırsan 95 dərəcə səviyyəsinə bu atır. Bu da biri 110-dur, biri 95 dərəcədir. Yəni bunlar hərəsi kombinin markasına görə, iş prinsipininə görə müxtəlif ola bilər. Yəni bildik ki, bu nədir? Bundan əlavə kombidə bəzən olur. Belə bir sorğu olur ki, niyə su işləyir, ancaq kombi işləyir, ancaq isti suyu almaq zəif olunur. Radiatora gedəndə olur, işləyir, ancaq isti su açanda kombi işləmir. Yenə deyirəm, burada müxtəlif səbəblərdən də ola bilər. Məsələn, netici sensor. Bax, gördüyünüz kimi günahkar olanlardan ikisi əlimdədir. Bax, günahkar olan netici sensorlardır, əlimdədir. Bunlarda xəta ola bilər, radiator sistemində, isti su sistemində, məsələn, yəni ki, bunlar xətalı ola bilər və bunları dəyişmək lazımdır. Gördüyünüz kimi, bu netici sensorları müxtəlif formada, biri keçidləndir, yəni keçidləndir, o birisi gördüyünüz kimi, bax, belə bir vəziyyətdədir, yəni sancaqla keçir ora. Yəni, belə bir ştekerlə ora keçməlidir. Yəni, bu cürdə buraxılır, bu cürdə buraxılır, ştekerdə buraxılır, təkdə buraxılır. Bir də var ki, su təmaslı sensor var. Bax, gördüyünüz kimi bu su təmaslı sensordur. Yəni, bunlarda da bax, görürsünüz, başlıq, burada yenə iynələri var, orada şteker keçir bura. Bunda da daha aydın görünür, bax, görürsünüz ki, burada ştekerdir. Bunlar su təmaslı sensordur, bunlar suyun içərisindədir. Bunlar isə boruların üzərindədir. Boruların üzərində olduğuna görə bu boruya keçir, bu isə suyun içərisində olur. Bunlar hər ikisi suyun içərisində olduğuna görə məişət isti suyunun üstündə, borusunun üstündə, 3 yıllık vananın üstündə daha doğrusu olur və o ancaq və ancaq su təmaslıdır. Bunlar isə boruya istiliyi ötürməklə anakartdan məlumat verir ki, məsələn 50 dərəcə, 60 dərəcə, 90 dərəcə, 100 dərəcə temperatur var. Bəzən isə bunlar kod verir. Bəzi kombilərdə 6, 7, nə bilim, müxtəlif cür kombilərdə
E7, E6 kimi verir. Ya biri məişət qaynar suyu, biri isə radiator sisteminə gedən nəticə sensorunun xətaları kimi göstərir. Bildiyiniz kimi bunlar, yəni dediyim kimi su təmaslı sensorlardır. Yəni suyun temperaturunu alıb anakarta verir və anakartda öz növbəsində iş davam etdirdiyini yerinə yetirir. Əgər bunlarda problem olarsa və bu istiliyi oxumasa, bu iki sensor gələn istiliyi oxuya bilmirsə, o zaman isti su verə bilmir. Yəni bunlarda xəta olarsa, bunlarda nasazlıq olarsa, xəta olarsa bunlara vermir. Sonra bəzi hallarda sual olunur ki, radiator rejimindən keçirəm isti su rejiminə, onda fikir verirəm ki, radiatorun bir tərəfi işləyir, birinci radiator işləyir, ikinci radiatorda geçsə çatsa çatıb, çatmasa da ki, özü bilər. Ancaq deyir ki, birinci radiator isinir, həm də ki, su verişində azalma olur. Bu üç yollu klapanın, üç yollu vananın dediyimiz kimi bu həmin o ştokudur. Bu ştok, burada gördüyünüz mil irəli-geri hərəkət edir. Orada istiqaməti dəyişdirmək üçün, bax, bunu indi buradan irəli basıram. İrəli basanda o gedən suyun, bax, görürsünüz, çıxdı yerindən. Bax, getdi. Elə ki, motor bunu işlədir və bu qədər aralandı. Demək ki, motor bunu işlədəndə gedib dövriyyə nasosu, üç yollu motor radiator gedən sistemin qabağını bağlayır. Bax, bu gördüyünüz klapandan, tıxaclı klapandan onu qabağını bağlayır. Elə ki, gəlir düz turbanın başına, ağzına keçir və orada keçirilməyən su verir. Əgər, baxın, mən qaytardım yerinə. Əgər bu tam çıxmayıb, baxın indi, tam çıxmayıb, baxın, tam çıxmayıb, bir qədər çıxarsa, bax, görürsünüz, gedir yavaş-yavaş, bax. Tam çıxmayıb, bir qədər, məsələn, çıxarsa, bu qədər çıxarsa, onda o yolu bağlaya bilmir. Yolu bağlaya bilmir və su həm məişət suyuna gedir, məsələn, hamama, mətbəxə və belə yerlərə gedir, həm də ki, radiator tərəfə gedir. Demək, niyə? Çünki bu lazım olan o borunu, götürməmişəm mən özümdən, o yeri bağlaya bilmir və su həm radiatora, həm də ki, isti suya gedir. Bu nasazlıqlar nə zaman olur? Bax, yenə deyirəm, bayaqları dedim ki, dövriyyə nasosunda, kiçik esenjorda və filtrdə tıxanma olarsa, dövriyyə nasosu işləmir, ya kiçik esenjorda olub, filtrdə olub və əsas səbəb də limit termostatı onları durdurur. Yəni, durdurmasa fəsadlar çox ola bilər. Burada da yenə deyirəm, ya ştok, gördüyünüz bu ştok kirəzləşib, dolub, ya da ki, üç yollu motorun özündə problem var. Üç yollu motor ola bilsin ki, yenə deyirəm, bu mili çıxardıram, bu mili çıxartdım və gördüyünüz kimi bu mil, bax, bu mil, bura keçir, bax, o deşiyə keçir burada və burada motorun hesabına, yəni üç yollu motorunun hesabına irəli, bax, bu qədər çıxır və lazım olanda o geri qayıdır. Geri qayıtma da nətər olur? Yəni, motor özü, bura ştok var, bunun özündə, motorun özündə də, tutaq ki, motorun özündə də bir şey varsa, bunu bura basır, basandan sonra o motor özü geri çəkilir, sonra isə su avtomatik olaraq, bu ştok avtomatik olaraq özü geri qayıdır. Bu avtomatik olaraq özü geri qayıdır. Yəni, bu motor, üç yollu motor, özü motorun çəkir kənara, bu isə özü yerinə qayıdır. Ancaq lazım olanda o motoru irəli-geri hərəkət elətdirir. Yəni, baxın, yəni bu vəziyyətdə görürsünüz, bastı, getdi qabağa. Bunu elə ki, bu motor onu bastı qabağa, sonra, məsələn, motor deyir ki, hə, sən məişət suyuna xidmət elədin, indi gedirsən radiatora, onda motorun mili qayıdır geriyə, ştok yox. Motorun özünün üstündə mil var. O mil qayıdır geriyə və radiator sistemində su gedir, yəni məişət sistemində. Yəni, hər kombidə eyni cür, necə deyim sizə, üç yollu motor qoymurlar. Yəni, biri
tərsnə işləyirlər. Yəni belə deyim ki, qoyulan zavod markasına görə tərsnə də işləyən olur. Məsələn, lazım oldu istisva açanda bir də görürsən ki, radiatora gedir, radiator açanda biliyorsun istisva verir. Yəni belə bir şey olur. Bunlar mövcuddur, normal bir haldır. Yəni bunu da əvvəlki videolarda demişəm ki, onu alanda mütləq ona fikir verin. Yəni bu ştok bildiyiniz nə iş görür? Bu da motorun, üç-yollu motorun ora keçmə sancağıdır. Bunu da burada sərbəst keçirib çıxartmaq olur. Yəni çəkib çıxartmaq olur. Yəni bunun da haqqında bir balaca məlumat verdim. Sonra bizdə deyirlər ki, təzyiq artır, təzyiq azalır, nə bilim, bəzi şeylər olur. Bunun nədən qaynaqları necə olur? Yəni mən çox vaxtı təzyiq artmasının ya təzyiqin düşməsi söhbətində bəzən doldurma kranı özünü də göstərir. Yəni doldurma kranı çox vaxtı bir də görsən ki, bunu 2 dənə salnik dəyişməklə təmir eləmək mümkün olur. Ancaq bir də görsən ki, kimsə ustalarından deyir ki, get bunu bütöv al gətir. Yəni burada 2 dənə salnik var, burada bir dənə görürsünüz üstündədir. 1-2 salnik dəyişməklə bu işi həll eləmək olur. Yəni çox olsa ən uzaq olsun 1 manatlıq bir rezin salnik dəyişilir. Bax, yenə deyirəm, bunlarda da gördüyünüz kimi üstündə rezin kolsalar, salniklər deyirik də, halqalar və rezin halqalar var. O halqaları da dəyişməklə işləri bərpa eləmək olur. Gedib əlavə ştok almağa ehtiyac yoxdur. Tərtəmiz yuyub qoyandan sonra burada bir dənə əsas işi görən, bax, bu rezin salniklərdir. Yəni kipləşdirici rolunu oynayırlar. Gedən suyun qabağını bağlamaqla, irəli geri gedən suyun qabağını bağlamaqla burada əsas rolu oynayan bunlardır. İndi daha demirəm ki, burada kirəzləşmədən bunlar ilişib qalır, nə olur, xarab olur. Xarab da olsa, bunu yenə deyirəm, təmizləyirsən, yuyursan, gül kimi olur, belə keyfin istəyən. Yəni, bunlar aydınlıq gətirir. Yenə deyirəm, bax, bu doldurma kranı adətən, buradakı salnik və burada bir dənə kifləşdirici salnik var. Onlar sıradan çıxanda su, elə ki, sistemdəki su başlayır damcılamağa. Yəni, su damcılayır da. Yəni, belə deyək ki, bunu bağlayanda da fikir verirsiniz ki, bu irəli-geri hərəkət edir. Yəni, burada kiflik yaradan bunun başındakı salnikdir. Yəni, o salnik zamanla açılıb bağlanır, bəzən elə olur ki, yaddan çıxır qalır, bəzən istifadəçilər elə bunu möhkəm çıxırlar ki, hətta ikinci dəfə açmaq istəyəndə aça da bilmirlər. Yəni, bu belə bir şeydir. Yəni, diqqətli olmaq lazımdır. Nə çox möhkəm çıxmaq lazımdır, nə də ki, çox yavaş çıxmaq lazımdır. Yavaş düzdür, çox da yavaş çıxanda əlbəttə ki, oradan təzyiqli su oradan sıza da bilər, sistemə də girə bilər. Və salniklər də sıradan çıxanda aydın məsələdir ki, oradan su axıdacaq. Yəni bu su axıda bilir. Yəni bu çox sadə bir şeydir. Bundan sonra gedib əlavə pul verməyə dəyməz. Sadəcə olaraq salnikləri dəyişmək vacibdir. Yəni bir salnikləri, buradakı salnikləri dəyişməklə bu işi həll etmək olur. Düzdür, bir 15-20 manatlıq qiyməti, ancaq yenə deyirəm, 1 manatlıq olan bir salnikə görə gedib 20 manatlıq, 30 manatlıq, nəsə belə bir, bəzən orijinal deyirlər, nə bilim, nə deyirlər, bu haranındır, bu nəyindir, yenə deyirəm, əsas buradakı salniklərdir. Başqa burada irəli-geri hərəkət edən bu ştokun bunun özündə də bir dənə burada daxildə var ki, oradan su axıtmasın. Yəni, belə şeylərə diqqətli olmaq lazımdır ki, nə isə eləmək istəyirsinizsə, özünüz də eləyin, ancaq yenə deyirəm, başa düşməlidir, ustalardan soruşun, yaxınlıqda kim varsa onlardan soruşun, müraciət eləyin. Yəni, bunu da bildik. Sonra, keçən dəfə demişdim mən onu sizə, təzyiq düşüb, tutaq ki, Emergasda ya Nobellada, Emergasda 10, Nobellada 4, yəni belə bir hal baş verir. Təzyiq düşüb, aydın məsələn, təzyiq düşübsə, onu suyun təzyiqini qaldırmaq lazımdır. Suyun təzyiqini qaldırdıq, ancaq deyirlər ki, suyun təzyiqini qaldırmışıq, kombi işləmir. Niyə işləmir? Bu səbəb nədir ki, bu niyə işləmir ki, burada? Yəni, keçən dəfə demişdim, bu dəfə də deyirəm mən sizə. Yəni, burada əsas rol oynayan su təzyiq datçikidir, sensorudur, su təzyiq sensoru. Datçik deyəndə elə sensor deyə bilər. Yəni, bu sensor şəbəkə suyun üstündəki, xəttinin üstündəki soyuq su girişində yerləşir. Bu nədir? Nə üçün bu belə olur?
Yəni bu o zaman pis vəziyyətə düşür ki, yəni niyə işləmir? Və bayaq dediyim kimi təzyiq yerindədir, ancaq kombi işləmir. Çünki bu nasaz olanda, bax bu gördüyünüz su təzyiq datçiki sensoru nasaz olanda bu keçən suyu oxuya bilmir, yəni hiss eləyə bilmir. Düzdür, oradan keçdiyini, məsələn, su keçir, aydın məsələdir, su keçir, ancaq təzyiq olduğunu göstərmir. Yəni təzyiq tutaq ki, olmalıdır 1,5, onu oxuya bilmir də. Yəni bu nasazdır. Bu sensor, bu datçik nasaz olduğuna görə onu oxuya bilmir və ona görə də karta məlumat getmir ki, buradan suyu keçdiyini hiss elədim. Əgər su keçmirsə, bu onu hiss eləmirsə, anakart komanda verib isti su kranının açılmağına şərait yaratmayacaq. Yəni su təzyiq datçiki ondan ötürüdür ki, oradakı təzyiqin normal olduğunu göstərsin. Bu normallığı da göstərə bilməyən su təzyiq datçiki anakarta məlumat göndərə bilmir və orada isti su alışında məsələn problem yaşanır. Bu yenə deyirəm, bu əlinizdə gördüyünüz, əlində gördüyünüz bu iki cür olur. Manual və belə mexaniki. Yəni bu mexanikidir. Bu yenə deyirəm, burada əlimdə bir iynə olsaydı onu sizə göstərərdim. Yəni bu təmir oluna bilir. Bu təmir ola bilir. Bunun içərisində görürsünüz, orada sarı bir nöqtə var. Həmin bu hissə dolur. Bax, gördüyünüz bu deşik, suyun təzyiqi ilə gələndə, orada zirzibillə gəlib, bunun içərisi dolur və anakart həmin təzyiqi hiss edə bilmir. Dolub da, bu artıq orada çıxılmalıdır, təzyiq datçiki deyirik buna. Təzyiqi göstərir o burada. Bunun qarşısı dolanda, bu deşik dolanda, gördüyünüz bu deşik dolanda artıq o anakart onu oxuya bilmir və kombi işə düşmür. Çox hallardan belə rastlaşmalı olur. Yəni təzyiq düşüb, təzyiqi qaldırırsınızsa, kombi işləmirsə, ilk olaraq təzyiq datçikinə baxın. Yəni təzyiq datçiki burada əsas rol oynayır. Yəni bunu da nəzərinə çatdırın. Yenə deyirəm, bu tutularsa, bunun deşiyinə, bax, bu gördüyünüz bu deşiyə küt bir şeylə salıb onun içərisindəki təmizləmək lazımdır. Yerə çırpıb, sonra yenə təmizləmək lazımdır. Bunu sonra salıb yoxlamaq lazımdır. Ya işləyəcək, ya da ki, yadəsirgən qismət. Yəni zədələnsə işlənməyəcək, zədələnməsəz o işləyəcək. Yəni dəfələrlə bunu təmizləyib qoymuşam yerinə. Belə bir hal baş verir və o özünün işləm vəziyyətə gətirir. Sonra bir çox hallarda proses datın işləmə prinsipi bəziləri üçün maraqlı olur. Yəni bu niyə belə olur, nə üçün belə olur? Mən onun sizə əlimdə 2 dənə burada prosesdat var. Biri balaca prosesdatdır, biri nisbətən böyük prosesdatdır. Gördüyünüz kimi, yəni bunlar heç bir fərqi yoxdur. Bu da əlindəki elə bir ki, üfürməni əvəz eləmək üçün bir rezin silikonlu boru üfürməni əvəz eləmək üçündür. Yəni orada görürsünüz 2 dənə çıxış var. Biri sorma, biri üfləmə. Yəni bunlar yerə dəyişik düşəndə olmur. Yəni çık-çık eləmir. Yəni bunu nəzərinə çatdırım ki, bax indi burada sizə mən onu göstərəcəm və görək diqqətli olun, görək onun səsi gələcək, gəlməyəcək. Yəni mənim əlimdəki üfləmə yox, elə bunu sadəcə olaraq bu gördüyünüz balonu sıxmaqla onu hiss eləyəcək. Diqqətlə qulaq asaq. Gördüyünüz kimi bu artıq göstərdi ki, bu sağlamdır, yəni işləyə bilir. İndi bunu buradan çıxardıq. Bunu buradan çıxartdıq. Digərinə saldıq. Burada gördüyünüz kimi heç bir şey yoxdur. Yəni yerin dəyişik salanda, çox vaxt yerin dəyişik salırlar, çıxardı fanı prosesdatı təmizləyəndən sonra, bazanı təmizləyəndən sonra bunun yerini dəyişik salanda bu işləmir. Bax, yeri dəyişik düşəndə işləmir. İndi isə gördüyünüz kimi bu artıq işlədi. Yəni buna fikir vermək lazımdır. Buradakı kontakt ya üfləmədən, yəni bunu bu vəziyyətdə də yoxlaya bilərik biz sizinlə. Yəni bunu üfləmə ilə də eləyə bilərik. Getmədi. Bax, üfləmə ilə getmir. Sormaya baxın indi.
Sorma ilə oldu. İndi buna baxaq. Hər iki tərəfə, həm üfləmə, həm də sorma ilədir. Birində üfləmə yox, birində isə həm üfləmə, həm sorma ilə onu yerinə yetirir. Yəni bu da yenə deyirəm, adi başlı bir adına razıdır deyək, yəni bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş bir prosesdatdır. Bunu indi mən sizin üçün kəsmişəm. Onu mən indi aralayıb sizə göstərəcəm ki, onun içərisində nə var. Yəni onu kəsmişəm. Bunu mən ayırdım və gördüyünüz kimi bunun içərisində bax belə bir şey var. Bu diafragmadır bunun içindəki. Bu isə həmin o kontak. Gedib burada kontak dəyir ora və elə ki, iki dənə elektrik bağlantısını bir-birinə birləşdirir və buradan gedən xəbər isə anakarta ötürülür, oradan alışdırmanın gerçəkləşdirilməsini tələb edir. Yəni, deyir, hər şey hazırdır, yəni atqı qazının bayıra getməsi, təmiz havanın içəri sorulması, hər şey. Bu sensor onlara nəzarət edir. Yanmış qazın bayıra atılmasına, bir də ki, təmiz havanın içəri girişinə nəzarət edir. Yəni, bu ancaq və ancaq fanın işini tənzimləyir. Yəni, bu nəzarətçi rolunu oynayır. Və bu kontaktla birləşəndən sonra, hər şey qaydasında olandan sonra o alışdırmanı gerçəkləşdirir. Yəni, elektrodlardan ateşləmə verir, alov başlayır yanmağa, yəni bunun hesabına. Yəni, bunu da bildik. İndi bura baxaq. İndi bir dənə şeyə baxın. Bax, bayaq dedim, üfləmə ilə. Bax, gördünüz? Bu qalxır və bu gördüyünüz qalxan, bax. Bu qalxan kimi burada bir dənə mil var. O mil bunu basır aşağı. Gördüyünüz bu yayı aşağı basır və o kontaktı orada çık-çık edərək birləşdirir. Çık-çık edərək birləşdirir. Əgər bu geridə olsa, onu sıxa bilmir orada. Yəni, prosesdə ancaq və ancaq fandan gələn üfləmə, sorma işini yerinə yetirən bu silikonlu borular vasitəsilə yerinə yetirilir. Yəni, fan işləyəndə ya oradan sorur. Soran kimi ya da ki, üfləmə bir hadisəsi baş verir. Yəni, bir var sorma, bir də var üfləmə. Orada T1, T2 deyirik biz ona nəzəri olaraq. T1, T2 adı. Yəni, biri sormadır, biri üfləmədir. Yəni, bu iki deşiyin biri. Bax, burada iki dənə görürsünüz. Boru keçən yer var. Bax, bunun biri T1, biri sorma, biri üfləmədir. Yəni, bunlar lazım olan funksiyanı yerinə yetirir. Yəni, kimsə götürüb bunun yerini səhv salarsa, bu, yenə deyirəm, biraz işləməsində problem yaranacaq. Gördüyünüz kimi, heç nə yoxdur bunun içərisində. Sadəcə olaraq iki dənə kontakt. Bax, bayaqları göstərmişdim sizə. Burada limit termosunun üstündə eyni qayda ilə həmin kontaktı sanki bir-birinə komanda elektromagnet vəziyyət yaranır. Tak, keçdi bura, birləşdi, qutarı getdi. Yəni, burada da həmin vəziyyətdir. Bax, görürsünüz. Çık, budur. Bura birləşən kimi kontaktlar birləşdi, manyetik vəziyyət yaranır, birləşdirir və dövrüyə gedir, məsələn, lazım olan təyinat üzrə. Yəni, alışdırma şamları orada başlayır ateşləməyə, ionizasyon çubuğu ateşləməni söndürür və bundan sonra ancaq nəzarət keçir, fana nəzarət eləməyə. Yəni, bu prosesdə fana nəzarət edir. Yanmış qaz bayıra təmiz gedir, içəridə gələn təmiz hava öz axarı ilə davam edir. Yəni, proseslər və ancaq bundan ötürüdür. Yəni, gördüyünüz kimi çox sadə bir şeydir. Kəsdim bunu mən yenə göstərmək üçün. Yəni, məndə ümumiyyətlə belə bir şey var ki, hörmətli izləyicilər, yəni, mən hər hansı bir detallı işləyəndə birinci onu içindəki nə olduğunu bilmək istəyirəm. Yəni, mən nəzəri olaraq bundan öz fəaliyyətim kombi kondisioner üzrə ixtisas müəllimiyəm, peşə mali siniflərdə. Yəni, bu hər hansı bir detalı mən kəsib praktiki olaraq, nəzəri olaraq göstərməsəm, mən sakit ola bilmirəm. Yəni, görək bu nədir, nə üçündür bu, niyə bu belə olur, nə üçün olur, bunun içindəki nədir ki, bu belə səs salır, niyə, bunun balaca bir şey nədir ki, bu belə funksiyası bu qədər böyükdür. Çox adam deyir ki, elə balaca bir şeydir. Bəli, kombidə hər hansı bir balaca şey
hər hansı bir balaca şey. Bax bu balacadır. Sonra məsələn bu yenə deyirəm, bax bu da limit termostatıdır. Bunlar hamısı balaca olmağına baxmayaraq bunlar böyük funksiyaları yerinə yetirirlər. Bir dənə bu su təmaslı sensor işləməsə biz su ala bilməyəcəyik. Yəni isti suyu ala bilmirik. Bax görürsünüz, alarıq belə çox zəif belə bir 5 dərəcə, 10 dərəcə bax belə ilıq bir vəziyyətdə su gələr, ancaq bu oxumasa, həmin məlumatı anakart ötürməsə bu problem ondan gedir. Yəni bu qədər bəzi məlumatları sizə çatdırdığıma görə, yəni biraz rahatlıq tapıram ki, yenə kiməsə nəyisə çatdırdığıma görə yenə deyirəm, hər bir şeyə qarşı diqqətli olun. Hər bir şeyə qarşı diqqətli olun. Yəni nəyi də başa düşməsə, mən sizə köməklik eləməyə, belə yenə həmişə yanınızdayam, kömək eləməyə özümə borc bilirəm. Bax gördünüz, bu cik-cik eləmədi bunda. Burada isə yenə deyirəm, baxın, cik-cik eləyir. Yəni bu qədər. Sağ olun diqqətinizə görə. Hər zaman sizinlə görüşmək xoşdur. Çox sağ olun.